Məsələn deyirlər ki, mənə 5 dənə kitab deyilən hansıları oxumaq lazımdır. O da deyir ki, hansı 5 kitabı oxumalı olduğunu bilmək üçün 5000 dənə oxumuş olmalısan. Bu elə bir kitabdır. Bu müəllifinin minlərlə kitab oxumuş, fərqli sahələrdə fəlsəfəsindən əxlaqına, dindən, tarixinə və s. Onları oxuyandan sonra təhsil sistemindəki türkcədir bu. Təhsil sistemində görür ki, öyrənməyi öyrənmək metodologiyası. Məsələn, ən sadəsindən elm nədir, ya da elmi ədəbiyyat nətər oxunmalıdır, roman nədir, nəyə görə nətər oxunmalıdır kimi bir şey nətər öyrənilməlidir metodologiya olaraq, onun yoxluğunu görür və bu kitabı yazır. Bizə də təəssüf ki, məktəblərdə öyrədilmir. Hətta bizə öyrədilən bir şey də var idi universitetdə. Bir fənni keçəndə deyirdilər ki, predmeti metodu nədir? Hamısında deyirdilər ki, metodu dialektik metodudur. Dialektika hər şeyi qarşılıqlı inkişafda, əlaqədə öyrənir və orada bitirdi. Mən məsələn, hələ də dialektika tam olaraq nəyi öyrənirsə bilmirəm. Nətər öyrənsim dialektikadan kənar olur, onu da bilmirəm. Bu dialektika ya da fəlsəfənin bəzi qollarında ayrıca inşallah başa düşüb, sonra qısa formada təqdim eləyəcəyik. Hələ ki, bu kitabı açandakı paket açılışını bir bölüşmək istədik sizlə. Yaxın zamanlarda yenə 1-2 dənə paket açılışı olacaq kitab. Onlar milli, Azərbaycan dilində olan kitablardır. Bizi izləməyə davam edin.